Hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər və şagirdlər. Bugün sizlərlə birlikdə ingilis dilində article, yəni article bəhsinə aid olan mövzu sınaqlarından birinin izahına nəzər salacağıq. Gəlin vaxt itirmədən başlayaq. İlk növbədə article bölməsi üzrə bilməli olduğumuz məqamlardan biri budur ki, article köməkçi hissələrindən biri olub, xüsusilə isimlərin qarşısında istifadə olunur. Yəni mütləq ki, article varsa isim olmalıdır. İsimlər isə, yəni sayılan və sayılmayan tək və cəm isimlər var idi. Biz müəyyən qruplara bölmüşdük onları. Bu münasibətə görə artikellarla istifadə olunur. Belə ki, artikellar əsasən müəyyən və qeyri-müəyyən olmaqla iki qrupa bölünür. Müəyyənlik bildirən artikel bizdə D artikeli, qeyri-müəyyənlik bildirən artikel isə məhz EN artikellarıdır. Və bunların da özünün xüsusi istifadə qaydaları mövcuddur. Gəlin başlayaq. Gördüyümüz kimi birinci test tapşırığında deyilir. Choose the correct articles, yəni doğru artikeli seçin. Ümumiyyətlə testlərin böyük əksəriyyəti buna əsaslanır. Doğru artikelin seçilməsi məsələsinə. There is bread, butter and ham on table. Bread sayılmayan isimdir və there is cümlələrində, there is tipli cümlələrdə mütləq ki, əvvəldə an artikeli gəlməlidir. Əgər isim sayılırsa və təklədirsə, D artikelinin istifadəsi qadağandır. Gördüyünüz kimi sayılmayan isimlər olduğu üçün hər üçü boşluqlarda heç bir artikeldən istifadə edilməməlidir. Və sonda üzərində, stolun üzərində, ümumiyyətlə nəyəsə içərisində, üzərində, altında olanda mütləq D artikeli istifadə olunmalıdır. Yəni bizdə A variantı, B, C və D variantı hər biri yanlışdır. Doğru cavabımız E variantı olacaq. There is bread, butter and ham on the table. İkinci test tapşırığını görürsünüz. Choose the correct articles. Experts think that in middle of this century, population of USA will be about 420 million. Burada görürük ki, bir ifadədir bu. Əsrin ortasında deməkdir. Bu tipli ifadələrdə biz bilməliyik ki, deməli in the middle, biz in the middle ifadəsini bilirik, ortasında birinci hissədə D olmalıdır. D of D ümumiyyətlə konstruksiyası vardı, xatırlayırsınızsa ismin yəlik halında. The population, əhalisi, haranın və USA. Bildiyimiz kimi ölkələrlə D artikeli istifadə olunmadığı halda states sözü, republic, federation, kingdom sözləri varsa, bu halda mütləq D olmalıdır. Yəni in the middle, the population, the USA. Doğru cavabımız A variantı olacaq. Üçüncü test tapşırığı yenidən düzgün artikelin seçilməsini bizdən tələb edir. Nəzər salırıq suala. Next year we are going skiing in Swiss Alps. Bu test tapşırığında diqqət etməli olduğumuz məqam ondan ibarətdir ki, next sözü gələn növbəti deməkdir. Əgər zaman bildirən sözlə istifadə olunarsa, burada artikelin istifadəsi düzgün hesab edilmir. Ümumiyyətlə, əvvəldən bilməliyik ki, an artikel istifadə olunmur, D artikel oluna bilər məqamına görə. Bizdə həm də burada heç E ilə başlayan bir variantı yoxdur, D-ni axtarırıq. Zaman bildirdiyi üçün növbəti il gələn il, hansı il, hansı sualına cavab verdiyi üçün, when sualına cavab verdiyi üçün biz artikel istifadə edə bilmirik. Dolayısıyla A, B və Y variantları yanlışdır. Biz C və D variantlarına baxmalıyıq. Və ikinci hissədə isə Swiss Alps. Bildiyimiz kimi, əgər deməli dağlar silsilə şəklindədirsə, çoxluq bildirirsə, bir çox dağ eyni anda göstərilirsə, o zaman mütləq burada D artikeli olmalıdır. Tək bir zirvə olarsa, məsələn, Mount Everest. Everest tək bir zirvədir, dağdır. O zaman heç bir artikel istifadə olunmur. Eyni ilə bu qayda adalar qrupu üçün də keçərlidir. Yəni, həm də sonunda S varsa biz bilirik ki, cəmdədir. D artikeli olur, yoxdursa olmur. Deməli, doğru cavabımız olacaq C variantı. Next year we are going to the Swiss Alps. Və növbəti test tapşırığına keçid edirik. Dördüncü testimiz. Aliyevs live in Nizami Street. Bu da eyni zamanda isimə də, isim qaydasına, nə ona da gedib çıxan bir qayda hesab oluna bilər. Soy adları biz bilirik ki, sonunda mütləq həmişə S cəm şəkilçisi olmalıdır. Hətta yəlik halında öyrənmişdik ki, özünə sonra apostrof götürür. Əliyevlər yaşayır.
soyadı olduğu için orada mütləq artikel olmalıdır və D artikeli. Dolayısıyla bütün variantlar silinir. Yalnız A və B variantları bizimlə qalır. Və bildiyimiz üzrə e, adları ilə heç bir artikel istifadə olunmur. Müəyyən coğrafi məkanlar, obyektlər var ki, onlar bəziləri D ilə istifadə oluna bilir, bəziləri D ilə istifadə olunmur. Onlardan biri də məhz küçə adlarıdır. Nizami Street. Heç bir artikel yoxdur. Doğru cavabımız A variantıdır. İstisna var. Məsələn, bildiyimiz kimi The High Street bu İngiltərədə yerləşən küçə adlarından biridir. Bəli, orada street sözünün qarşısında, high sözünün qarşısında D artikeli var. Amma bu istisnadır. Digər hallarda küçələrlə biz artikel istifadə etmirik. Beşinci test tapşırığı yenə doğru artikelin seçilməsini bizdən tələb edir. Baxırıq. We always go for a walk. Go for a walk bir state expression, yəni ifadədir. Hazır şəkildə dildə mövcuddur. Gəzintiyə çıxmaq, gəzmək mənasına daşıyır. Mütləq burada E artikeli olmalıdır. Və biz artıq dayanırıq bu iki variantın üzərində. A, B və C variantları üzərində, digərləri yanlışdır. After dinner. Dinner axşam yeməyidir. Günorta yeməyi, üzr istəyirəm. Günorta yeməyi və yeməklərlə, günün hissələri, günün yeməkləri ilə biz heç bir artikel istifadə etmirik. To have dinner ifadəsi də var. Yəni yemək yemək mənasında və yaxud to have breakfast, to have supper, to have lunch. Heç bir şəkildə onlardan artikel istifadə edilməz. Ona görə də doğru cavabımız B variantı olacaq. 6-cı test tapşırığı. Altıncı test tapşırığında biz görürük Xudaferin Bridge. Bu Xudaferin Bridge körpü deməkdir. Xudaferin körpüsü on Araz River was constructed in 12th and 13th centuries. Yəni Araz körpüsü üzərində Xudaferin çayının üzərində Xudaferin körpüsü 17, 12, 13-cü əsrlərdə inşa edildi. Bir cümlədir. Biz nəyə nəzər yetirməliyik? Körpü adları bildiyimiz üzrə bu bir qaydadır. Artikel'la istifadə olunmur. O zaman biz yeri gəlmişkən, məsələn, bəzən olur ki, coğrafi obyektləri adları öyrənə bilmirik, yaxud yadda qala bilmir. Xudafərini tanısaq da, məsələn, digər bir körpü adı ola bilir, bilməyə bilərik. Bridge sözündən yadda saxlama olur. Bridge körpü deməkdir. Körpü sözünü gördüksə, biz buradan artıq bilirik ki, artikel olmamalıdır. İkinci, çaylarla, ümumiyyətlə su hövzələri ilə, su, göl, çay, okean, dənizlərlə D artikeli mütləq şəkildə istifadə olunmalıdır. O zaman olacaq, Xudaferin Bridge on the Araz River was constructed in, bildiyimiz kimi əsrlərlə, tarixlərlə in sözünü və qarşısında sıra sayıda olduğu üçün D artikeli olmalıdır. Yəni 12-ci, 13-cü deyirəmsə sıra sayıları ilə artikel gəlir. Məsələn, the first, the second, the 12th, the 13th burada. O zaman doğru cavabımız olacaq B variantı. Və növbəti test tapşırığına gedirik. Ukraine and Turkey are separated by Black Sea. Bildiyimiz üzrə ölkə adları heç bir artikel'la istifadə olunmamalıdır. İstisnaları qeyd etdik ki, burada Federation, Republic, Kingdom, States kimi sözlər varsa. Amma bir sıra ölkələr də və kiçik şəhərlər də var ki, onlarla artikel gəlir. Bu ölkələrdən biri də Ukraine'dir. Ukraine D artikeli, an artikeli qəbul etmir, boşluq olmur, istisnalardandır. D artikeli qəbul edən ölkələrdəndir. Eyni ilə Argentina, the Argentine deyirik, the Philippines, the Maldives, the Ukraine, the Netherlands, bax bunlar Niderland, bu ölkələr D artikeli qəbul edir. Ona görə the Ukraine and Türkiye, bəli, Türkiyə istisna deyil, ona görə də artikel qəbul etməyəcək. By the Black Sea. Çünki dedik ki, Qaradəniz su hövzələri, çaylar, dənizlər, göllər məhz artikel qəbul edir. Doğru cavabımız A variantı olacaq. Ümumiyyətlə, bu ölkələr məsələsində diqqətli olmalıyıq. Qeyd etdiyim kimi bir daha, ölkələrlə artikel istifadə şəhərlərlə olunmaz. İstisnalar Ukraine, Netherlands, Philippines, Maldives bunlarla istifadə olunacaq və Republic, Kingdom, Federation sözləri də öz qaydasında istifadə edilir. Növbəti test tapşırığımız My uncle is farmer and he has got interesting job. Bildiyimiz üzrə iş peşə bildirən sözlər təklik bildirir və şəxsi bildirir, sayılan isimlərdir. Bu baxımdan da onlarla mütləq artikel istifadə olunmalıdır və bu da an artikelına bərabərdir. Yəni mənim əmim fermerdir. Bir nəfərdir, bir fermerdir. A farmer and he has got
Sayılan isimlər ingilis dilində mütləqdir ki, təkdədirsə, özündən əvvəl artikel götürməlidir. Yəni bu qeyri-müəyyənlik təşkil edirsə, hər hansısa bir işdən bəhs edirsə, söhbət gedirsə, eyan artikli olmalıdır. Əlbəttə, ilk dəfə danışırıq biz bundan. Sifətin olmağı da onun e və yaxud ən olduğunu təyin edəcək. Saytla başladığı üçün interesting sözü biz ən artiklını götürməliyik. Mənim əmim fermerdir və onun maraqlı işi var. Yəni onun bir maraqlı işi var. Bildiyimiz üzrə en bir rəqəminə bərabərdir. Yəni təkliyi təmsil edir. Ona görə deyir ki, onun bir maraqlı işi var. Artiklın olmamağı artıq yanlışdır. O halda olmaya bilər ki, isim ya cəmdə olsun, ya da sayılmayan olsun. Digər testimiz Alps lie along west of Europe. Burada söhbət Alp dağlarından gedir. Avropanın qərbi boyunca, qərb istiqaməti boyunca uzandığını göstərir. Deməli, və biz nəyə baxırıq? Alps. Alp dağları cəmliyi bildirir. Baxın, burada bir neçə silsilənin cəmdə olduğunu göstərir. Cəmdə olduğu onun bir neçə silsilədən ibarət olduğunu, tək Alp dağı olmadığını göstərir. Ona görə də mütləq A və B variantları yanlışdır. Burada D artikli olmalıdır. Dağ silsiləsi olduğu üçün. Lie along nəyinsə qərbində, şərqində, şimalında, ümumiyyətlə cəhətlərlə mütləq the article istifadə olunur. The west, qərb, the west of, qərbində. Of qitələrlə isə, materiklər qitələrlə isə heç bir artikel istifadə olunmur. Əslində the, of, the qaydası var. Bildiyimiz ki, ismin yiyəlik halında. Lakin burada ölkə adı olarsa, qitə, materik adı olarsa, artikel istifadə etmirik, D-ni saxlayırıq. The Alps lie along the west of Europe. Doğru cavabımız Y variantıdır. Və yeri gəlmişkən, məsələn, north. In the north, şimalda. The north, şimal deməkdir. Cəhət olduğu üçün. Amma North America, Şimali Amerika olduğu üçün, dediyim kimi qitə materik adları, bu coğrafi obyektlər artikel qəbul etmədiyi üçün biz orada artikel istifadə etmirik. Bu üç məqamda diqqətli olmamıza fayda var. Daha sonra, Big Ben is one of most prominent symbols of United Kingdom. Bu da digər maraqlı məqamlardan biridir. Bildiyimiz üzrə məşhur tikililərlə, tarixi abidələrlə D artikel istifadə olunur. Məsələn, The Tower of London var, London Tower, Londonda yerləşən tarixi abidədir. Məsələn, burada D artikel istifadə olunmalıdır. Amma Big Ben istisnadır. Big Ben də Londonda yerləşən bir tarixi tikilidir. Hər kəs Big Benin harada olduğunu, Big Benin nə olduğunu bilir. Normalda bu cür isimlərlə biz D artikel istifadə edirik. Lakin Big Ben istisnadır. Biz öyrənirik ki, orada nəinki heç D artikel istifadə edilmir. İkinci bir məqam, sifətin üstünlük dərəcəsi ilə the est və yaxud the most olarsa, the most prominent, mütləq D istifadə olunmalıdır. Və digər bir məsələ isə bəli, United Kingdom, Kingdom burada krallıq sözünü bildirir və biz dedik ki, ölkə adlarında bu sözlər varsa, Kingdom, Federation və s. biz D artikli istifadə etməliyik. Dolayısıyla bizim doğru cavabımız Big Ben is one of the most prominent symbols of the United Kingdom. Burada England olsaydı, məsələn, United Kingdom Birləşmiş Krallıqdır və burada 4 ölkə var, biri də İngiltərədir. Big Ben məhz İngiltərədə yerləşir, onda artikl olmayacaqdır. Amma United Kingdom-a görə biz artiklı qeyd etməliyik. Başqa bir tarix abidə olsaydı D olardı, lakin Big Ben-ə görə biz D istifadə edə bilmirik. Digər test tapşırığımız Book you gave me last week was so exciting. Burada nəyə diqqət edirik? Əvvəla, öyrəndik ki, last sözündən sonra zaman bildirən söz gələrsə, keçən həftə. Nə zaman? When? Bu zaman biz artikel istifadə edə bilmərik. Biz yalnız A, Y və C variantlarla işləyə bilirik. Bildiyimiz kimi, D artikel müəyyənliyi bildirir, EN artikel isə qeyri-müəyyənliyi bildirir. Burada deyir, book you gave me. Keçən həftə sənin mənə verdiyin kitab. Hansı kitab? Keçən həftə mənə verilən. Artıq bu kitab mənə tanışdır. Mən bu kitabı keçən həftə əldə etmişəm, oxumuşam və hətta onun həyəcan verici olduğunu qənaətinə gəlmişəm. Deməli, artıq bu mənə məlumdur. Mənə məlum olmayan kitab haqqında rəy irəli sürə bilmirəm. Onun maraqlı olub-olmadığını deyə bilmərəm. Demək, oxumuşam ki, bilmişəm ki, maraqlıdır. Müəyyəndir. Bəli, məhz müəyyəndirsə D artikli olacaq. Ümumiyyətlə desəydik ki, book, məsələn, necə deyək, tamam. I gave a book, tam book to him, ona kitab verdim. Hansısa bir kitabdan söhbət gedə bilər. Bəli, e-book ola bilər. Açıqlasaq növbəti cümlədə D-book olacaq. Amma burada konkret bilinir hansı kitab olduğu müəyyəndir.
Məhz you gave me verilən kitab, last week və bu sözlərin hər biri ona işarə edir ki, bu deməli kitab tanışdır. Bu kitab artıq verilən şəxsə məlumdur. Ona görə də biz de variantı götürürük. Digər bütün tapşırıqlarda da eyni zamanda keçərlidir. Bunu unutmayaq. Digər test tapşırığı. He was quite talented. O kifayət qədər qabiliyyətlidir, bacarıqlıdır. He could read the books in, bu da bir ifadədir. Kitabları originalından oxumaq. Originalından oxumaq ifadəsi in the original olacaq. The article, yəni burada article və boşluqları biz götürə bilmərik. İki variantla işləyəcəyik. In the original, originalından. Yəni bu o deməkdir ki, ingilis dilli əsəri ingilis dilindəcə oxumaq. Rus dilli əsəri rus dilindəcə oxumaq və yaxud Azərbaycan dilində olan əsəri Azərbaycanca oxumaq. Neçəsə yaşında konkret olduğunu bildirirsə, orada mütləq at the ifadəsi var. At the age of 5. 5 yaşında kitabları originalını oxumağı bacarırdı. Əgər erkən yaşında olarsa, belə bir bizim konkret bir qaydamız var. At an early age. Orada an artiklı, yəni an artiklına müraciət edirik. Konkret yaş verirsə, məsələn 25 yaşında. At the age of 25, 30 yaşında. At the age of 30. Konkret yaş olanda isə the artiklı olur. Və növbəti test tapşırığımız choose the correct variant. Most people think that Mona Lisa is most beautiful picture in world. Bəli, çox insanlar düşünür ki, yəni əksər insanlar düşünür ki, Mona Lisa, bu əsər adıdır, dünyada ən gözəl şəkildir. Deməli, biz diqqət edirik ki, dəfə most istifadə olunub. Deməli, burada bir fərq var. Baxın, mostdan sonra birinci sözdə ifadədə insanlar isim gəlibdir, ikincidə isə sifət gəlib. Deməli, burada eyni anda ya iki boşluq, bax bu şəkildə, ya da iki dənə D gələ bilməz. Biraz məntiqi düşünək. Ona görə də biz B və Y variantlarla işləyə bilmirik. Bir testin, yəni bir düzgün cavabı olar. İkisi də yanlış olardı. Çünki yenə qeyd edirəm, burada birində isimdir, birində sifətdir. Mənə nəsə uyğunsuzluq var. Biz öyrənmişik ki, əgər mövzudan sonra isim gələrsə, orada article istifadə olunmaz. Heç bir şey boşluq qalacaq. Most people. Mostdan sonra sifət gələrsə, sifətin üstünlük dərəcəsini təyin edərsə, göstərərsə, deməli burada D mütləq olmalıdır qaydaya əsasən. Hətta zərfdə belə D artiklı yoxdur, yalnız isim də, sifət də var, sifətin üstünlük dərəcəsində. Deməli, most people think that Mona Lisa is the most beautiful picture dünyada. Dünyada, in the world, dünya içərisində dünyada, artikl olaraq the world'dur. In the world, yəni boşluq kimi saxlaya bilmirəm. Dolayısıyla doğru cavabımız D variantı olacaq. Və 14-cü test tapşırığında did you buy car we looked at the day before yesterday? The day before yesterday sırağa gün deməkdir. Yesterday dünən, the day before yesterday sırağa gün, yəni dünəndən bir əvvəlki gün deməkdir. Qaydaya əsasən burada mütləq D artiklı olmalıdır. Yəni at a day ola bilməz. E artiklı yanlışdır, boşluqların olmağı da yanlışdır. Cavabımız avtomatik Y variantı çıxır. Amma ikinci hissəyə də, yəni birinci hissəyə də baxmaq lazımdır. Did you buy the car we looked? Bundan bir neçə əvvəlki testlər işləmişdik. Sırağa gün artıq bu maşına baxılıb, bu maşın görülüb və danışan şəxsin məlumatı var ki, digər şəxs o maşını görüb yoxsa yox. Bizim deyir baxdığımız car we looked. Hansı ki artıq biz o maşını öz gözümüzlə görmüşük. Deməli bu bizə məlumdur. Hər iki şəxs də bunu görüb. Biri görüb digəri görməsəydi, o zaman bəli, qeyri-müəyyən olardı. Did you buy the car we looked at the day before yesterday? Gördüyünüz kimi hətta burada da at sözünü də var. İlerleyen dərslərdə biz görəcəyik sözünləri öyrənəcəyik. Sadəcə diqqət etməyimizdə fayda var indi. Və növbəti test tapşırığında görürük. When can you usually see moon in morning or at night? Aha. Tək obyektlər var. Bunlara unique objects deyirik biz. Yəni təkdir bunların varlığı dünyada. Əsasən onlarla biz istifadə edirik. The artiklını, yəni dərhal an və boşluğu çıxardırıq sıradan. Bura biz aid edə bilərik ki, eyni zamanda the world, the earth, yəni yer kürəsi, dünya, the sky, səma kimi sözləri. The moon, doğru variant. Səhər, günorta, axşam. Günün üç hissəsini göstərən zaman in the morning, in the afternoon, in the evening kimi ifadələr var. Dolayısıyla the artiklı olacaq. At isə sözün olaraq bu arada at night, at midnight gecə yarısı, at night gecə, at dawn sübh çağı kimi ifadələr var. Gördüyünüz kimi mən the artiklı istifadə etmədim onlarla. Deməli, bizim doğru cavabımız the və boşluq olacaq. Yəni at the night və yaxud at a night demək doğru deyil. 16-cı test tapşırığı.
Sahara is in northern part of Africa. Sahara bildiğimiz kimi səhra adıdır. Məsləhət görərdim ki, mütləq bu coğrafi obyektləri öyrənək ki, testlərdə bizə rahat olsun. Sahara səhradır və bildiyimiz kimi səhralarla bir mənalı olaraq D artiklı istifadə olunur. Deməli, Y, D və A variantlarını çıxardırıq. İki variantlı işləyirik. The Sahara is in, qeyd etdiyim kimi, e, cəhətlərlə, cəhət bildirən yəni bölgələrlə D artiklı istifadə olunur. Şimal hissəsi. The northern part of qitə materiklərlə bildirdik ki, Afrikada onlardan biridir. Biz artikl istifadə edə bilmirik. Yəni D of D qaydasına getmirik. Sadəcə D-ni burada saxlayırıq. Nə üçün? Çünki şimal hissəni bildirir, şimali hissəni. The northern part of Africa. Burada Asia olsaydı, Australia, Europe olsaydı və yaxud da Amerika, yenə də biz artikel istifadə etməyəcəkdik. Növbəti test tapşırığı. They were born on, onlar doğuldular. Aha, bu bir ifadədir. Same day olanda, yəni same-də, difference-də, whole kimi sözlərdə mütləq D artikli olmalıdır. On the same day, eyni gündə deməkdir. Yenidən same sözünü görürük. Demək same eyni deməkdir. In the same town, eyni şəhərdə deməkdir. Bir daha təkrar edirəm. Same, difference, whole bütün deməkdir, difference fərq deməkdir. The only ifadəsi var, yalnız təkcə bircə. Bunlarla qaydaya uyğun olaraq D artikli istifadə olunmalıdır. Deməli, doğru cavabımız D və D olacaq. Onlar eyni gündə, eyni şəhərdə dünyaya gəldilər. Və növbəti 18-ci test tapşırığımızda yenidən düzgün artikli seçirik. Some of strangest. Strangest sifətin üstünlük dərəcəsidir. EST ilə bitib. Mütləq burada D artikli istifadə olunmalıdır. E artikli yanlışdır. Boşluq olmaz. E artikli olmaz. İki variantla qalırıq. Dünyada ümumiyyətlə müəyyən olunan obyektlər var ki, hər kəsə aydın olan, müəyyən olan və yaxud tək olan dedik. Bu tipli sözlərlə D artikli olur. In the world. D artiklını burada görürük. And live in Australia. Yəni qitə materik məsələsinə görə biz burada bayaqki məsələ Afrika, Asia, Europe, Australia heç birindən D artiklı və yaxud EN artiklı istifadə edilə bilməz. Yəni of the strangest in the world live in Australia. Və növbəti test tapşırığımız is Paris in United Kingdom or in France? Şəhərlərlə heç bir artikl istifadə olunmur. Bir neçə istisnanı biz qeyd etdik testin əvvəlində. Parislə heç bir artiklı mən istifadə edə bilməyəcəm. Daha sonra United Kingdom krallıq sözü olduğu üçün Birləşmiş Krallıq, bəli, ona görə D artiklı istifadə edəcəyik. Fransa ölkədir, istisnalar sırasında deyil. Frans, ona görə də heç bir artikl olmur. Yəni, is Paris in United Kingdom, the United Kingdom or in France? Fransa, Paris Fransadadır, yoxsa Birləşmiş Krallıqda yerləşməyinə görə. Və nəhayət sonuncu test tapşırığımız. Bu isə qarışıqdır gördüyünüz kimi. Gəlin bir-bir analiz edək. What a wonderful weather we have today. Bildiyimiz kimi, ümumiyyətlə, what nida tipli cümlələrində deyir ki, necə də gözəl hava var bugün. Yəni, biz necə də gözəl havanı görürük. Mütləq en artikli olmalıdır. O halda ki, what'dan sonra sayıla bilən və təkdə isim gəlsin. Biz görürük, what var, doğrudur, sifət var, ola bilər, isim var və cümlə tam uyğun şəkildə gedir. Mübtəda xəbər. Lakin, burada E artikli var. Weather sözü bildiyimiz kimi hava uncountable noun, yəni sayılmayan isimdir. What a wonderful weather doğru olardı. What a wonderful olmaz. Və bildiyimiz kimi what'dan sonra mütləq en artikli gəlir. Yəni yenə də qaydaya tabi olaraq D artiklinin istifadəsi qadağandır. Amma bu variant ona görə yanlış oldu ki, weather sözü sayılmır. Bad news always travels fast. Pis xəbər həmişə tez yayılır, tez çatar. News sözü sayılmır. News təklədir. Sondakı S bizi çaşdırmamalıdır. Uncountable noun olduğuna görə artiklın istifadəsi qadağandır. Ona görə də bu variant yanlışdır. C variantına nəzər salırıq. You need a fresh air because you look so pale. Cümlə çox normal görünür. Sənin təmiz hava ehtiyacın var çünki soğuğun görünürsən. Air, weather kimi hava mənasını bildirir. Sadəcə air, məsələn, otağın havası ola bilər, çöldəki hava ola bilər. Weather tamamilə hava şəraiti, weather condition, yəni havanın isti, soyuq olmağı, küləkli və s. Air isə məsələn, otaqdakı hava daha çox belə nəzərdə tuta bilərik.
sayılmır, təkdədir, amma E artiklı var. Yanlışdır. You need fresh air olmalı idi. D variantı. A heart beats 7-8 times a minute. Ürək dəqiqədə 70-80 dəfə döyünür. Doğrudur. Yəni burada heart qarşısında artiklı var. Burada bir yanlışlıq yoxdur. Çünki şəxsin təkində bizim fiilimiz var. Yəni, artikla görə işləyirik. Burada 70-80 dəfə döyünür. A minute yəni bir dəqiqə içərisində. Bəli. Və burada heç bir yanlışlıq yoxdur. Doğru cavabımız elə D variantı olacaq. Y variantında isə it's a very good advice. Advice sayılmayan isimdir, məsləhətdir, təkdədir, E artiklının istifadəsi qadağandır. Ona görə də biz bu testi ilə doğru götürə bilmirik. Və məhz bizim doğru cavabımız olacaq bəli, D variantı. Bəli, you should follow it, sən onu izləməlisən, əgər olmasa da doğru olar. Doğru cavab D variantıdır. Ümid edirəm ki, bu izahlarımız faydalı olacaq. Artiklə aid təqribən 20 sual şəklində bir sınaq idi. Növbəti izahlarda görüşənə qədər hər kəsə uğurlar arzulayıram.